qarşıdan mübarək gün gəlir. Ağa İmam Zaman əleyhissalamın Mövlud günü gəlir. Şaban ayının 15-i ağanın doğum günüdür. Fürsətdən istifadə edib, bəri başdan bütün əzizləri, mömin və möminələri, müsəlman bacı və qardaşlarımızı təbrik edirik. Və ağanın doğum günü, Mövlud gecəsi, Şaban ayının 15-ci günü ağanın Mövlud günüdür. Mövlud gecəsi, yəni Şabanın 14-dən 15-inə keçən gecə. Hədislərdə var ki, çox fəzilətli bir gecədir. Hədisdə var, Qədr gecəsindən sonra ən fəzilətli gecə Şaban ayının 15-ci gecəsidir. Qədr gecəsinə bərabər tutulur. Hətta Qədr gecəsi kimi tanınıb həmin gecə. Hədislərdə var ki, o gecə əcəllər təyin olar. O gecə ruzilər təyin olar. Qədr gecəsi gücündə olan bir, fəzilətində olan bir gecədir ki, müəyyən əməlləri var. Qusl almaq, həmin gecə daxil olandan sonra qusl almaq təkid olunub. Gecəni səhərə qədər oyaq qalıb, ibadətlə, duanla məşğul olmaq təkid olub. İmam Hüseyn ağanın ziyarəti, yaxından yaxına ağanın ziyarəti təkid olunub. Amma buna fürsəti olmayanlar uzaqdan uzağa da İmam Hüseyn əleyhissalama bir salam versələr, o da ağanın ziyarətidir ki, həmin gecənin əməllərindəndir və qeyd olunub ki, insan çıxa bir hündür yerə, damın üstünə, açıq bir yerə, sağa, sola baxa, üzün tuta səmaya və İmam Hüseyn əleyhissalama salam verə ki, Əssalamu aleykə, ya Əba Əbdillah, Əssalamu aleykə və rəhmətullahi və bərəkatuh ki, İmam Hüseyn əleyhissalamın ziyarətinin, həmin gecə ziyarətinin bu cürdə ziyarəti olsa kifayət eləyər. Ki, böyük bir savabı var, fəziləti var, hədislərdə var ki, hər kəs 124 min peyğəmbərin ruhunun onunla gəlib əl-ələ görüşməsini istəyirsə, peyğəmbərlərin onun görüşünə gəlib onu ziyarət etməsini istəyirsə, həmin gecə İmam Hüseyn əleyhissalamı ziyarət eləsin. Ağa Əba Əbdillahın həmin gecə ziyarətinin bax belə bir savabı var. Komel duasını oxumaq, Komeyl ibn Ziyad ki, ağanın Əli əleyhissalamın sahabələrindəndir, yaxın dostlarındandır ki, Məfatihül Cinanda o dua var ki, elə Komeyl adı ilə də o dua məşhurdur. Deyir ki, mən həmin gecə Şaban ayının 15-ci gecəsində gördüm ki, Əli əleyhissalam səcdə halında Komel duasını oxuyur. Və Komel duasını Həzrət Əli əleyhissalam Komeylə öyrədir ki, çox məzmunu, mənası, çox ali bir sözlər var orada ki, möminlər oxusalar yaxşı olar, həm də mənasıyla tanış olsalar yaxşı olar. Və həmin gecə deyirlər, Komeyl ibn Ziyad Şaban ayının 15-ci gecəsində də o duanı oxuyurdu. Və Həzrət ona buyurdu ki, hər gün, daha doğrusu həftədə bir dəfə cümə axşamı həmin duanı oxu. Heç olmasa ayda bir dəfə oxu, heç olmasa ömürdə bir dəfə oxu. Ona görə də möminlər fürsətdir ki, həmin duanı oxusunlar. Subhanallah, vəlhamdülillah, vallahu əkbər, və la ilahə illallah. Bu 4 dənə zikri həmin gecə hərəsini 100 dəfə demək. Sonra işa namazından sonra 2 rəkətli namaz var ki, elə ki, işa namazınızı qutardınız, 2 rəkətli namaz qılın, elə həmin gecənin niyyəti ilə. Birinci rəkətdə həmddən sonra Kafirun surəsi, Qul ya eyyuhəl kafirun surəsi oxunur. İkinci rəkətdə həmddən sonra isə Qul huvallahu əhəd, yəni İxlas və həmin o Təvhid surəsi oxunur. Başqa zikirlər də var və dualar da var ki, Məfatihül Cinan kitabına müraciət eləsələr, möminlər oradan əldə eləyə bilərlər. Allah Teala həmin günləri hamımız üçün mübarək eləsin. Allah Teala bizi qafil insanların cərgəsində qərar verməsin.